Salam, hər vaxtınız xeyir. Ümumiləşdirici tapşırıqları 12 nömrəli tənliklərlə davam edirik. Birinci tənlikdə deməli bizə verir birinci ifadənin kvadratı üstəgəl ikinci ifadənin kvadratı. Sonra burada da başqa ifadələrin hasili. Yəni birinci burada mötərizələr açmalıyıq. 12 nömrəli tapşırığın birincisi ilə başlayaq. 9x çıxılsın 4'ü fərqin kvadratı düsturuna əsasən vurğularına mötərizəni açsaq, 9x'in kvadratı eləyir 81 x'in kvadratı. Çıxılsın 9'u 4'ə vuranda 36, 2'yə də vuranda 72x üstəgəl 4'ün kvadratı 16. Bu birinci mötərizənin cavabı. Üstəgəl 40'ın kvadratı 1600 x kvadratı. İçin hasilin 2 misli olası üstəgəl 80x üstəgəl 1. Çıxılsın. Burada da 41x çıxılsın 2, 41x üstəgəl 2'nin kvadratı. Bu da bizə müxtəsər vurma düsturu verir. Bu da 41x kvadrat çıxılsın 2'nin kvadratıdır. Qabağında mənfi olduğuna görə mənfi 41x'in kvadratı üstəgəl 2'nin kvadratı yəni 4 bərabərdir 25. İndi burada 81x kvadratı ilə 1681x kvadrat eləyir. Burada da mənfi 1681x kvadratı. Bunlar islah gedir. Yerdə qalanları yazaq. Deməli, qaldı burada mənfi 72x qaldı. Müsbət 80x qaldı. Bərabərdir 25 yazıram. Bu deməli sərbəst ədlərdə keçirəm bu tərəfə. Olası çıxılsın 16, çıxılsın 1, çıxılsın 4. Mənfi 72x ilə müsbət 80x'in eləyir. Müsbət 8x bərabərdir. 25'dən 16 çıxanda 9, 9'dan 1 çıxanda 8, 8'dən də 4 çıxanda 4. Buradan x də bərabərdir. 4 bölünsün 8, 4'də 8 0 dəfə, 40'da da 8 5 dəfə. Deməli, birinci tapşırığın cavabı elədir 0,5. 12 nömrəli tənliyin ikincisində də yenə mötərizəni açırıq birinci. 12y-in kvadratı eləyir 144 y-in kvadratı. Üstəgəl ikisinin hasili 12'yi 5'ə vuranda 60, 2'yə də vuranda 120y üstəgəl 5'in kvadratı 25. Çıxılsın. Bu iki dənə mötərizə bizə kvadratlar fərqi düsturunu verir. Qabağında da mənfi olduğuna görə işarələr dəyişir. Olur mənfi 37 y-in kvadratı. Çıx idi. Qabaqda da mənfi olduğuna görə üstəgəl 1'in kvadratı olmalıdır. Üstəgəl burada yenə 35 y-in mötərizə kvadratı. Çıxılsın. İkisinin hasili 70 y eləyir. 2'yə də vuranda 140 y üstəgəl 4 bərabərdir 0'a. Bu 144 y mənfi 37 y kvadratı bir də müsbət 35 y kvadratı. Bunlar islah gedir. İslah gedəndən sonra qalanları yazsaq. Deməli 120 y qaldı burada. Çıxılsın 140 y. Bərabərdir. Məlumları da keçirək bu bir tərəfə. 25 idi, keçdi oldu mənfi 25. Müsbət 1 idi, keçdi mənfi 1 oldu. Müsbət 4 idi, keçdi mənfi 4 oldu. 120'dən 140 çıxanda qalır mənfi 20 bərabərdir mənfi 30'a. Buradan da y də var bunun. Buradan da y bərabərdir mənfi 30 bölünsün mənfi 20. Mənfi mənfiyə böləndə müsbət eləyir. Deməli, sıfırları da ixtisar eləsəm 3'ü də 2'yə böləndə eləyir. Müsbət 1,5. Üçüncü. 20x çıxılsın 1'in kvadratıdırsa, deməli, yenə kvadrata yüksəltməliyəm. 20x'in kvadratı. Yəni 400x kvadrat eləyir. Çıxılsın ikisinin hasilinin 2 misli. 42 üstəgəl ikincinin kvadratı 1. Sonra üstəgəl 21x'in kvadratı. Üstəgəl ikisinin hasili 42, 2'yə də vuranda 84x üstəgəl 2'nin də kvadratı 4. Bu axırıncılar da yenə bizə kvadratlar fərqi düsturuna əsasən yaza bilərik ki 29x'in kvadratı çıxılsın 3'ün kvadratıdır. Qabaqda da çıxma olduğuna görə üstəgəl 3'ün kvadratı yəni 9 bərabərdir 9 bərabərdir 3'ə. Bu x kvadratlarını hesablayıb görərik ki bunların hamısının cəmi 0 eləyir. Qalanları yazsaq mənfi 42 üstəgəl 84x bərabərdir. Buradakı 1 keçir olur mənfi 1. 4 keçir olur
-4. 9 keçir -9. Axırda da bir dənə müsbət 3'ün özü var. Böyükdən kiçiyi çıxıram. Böyüyün işarəsi 44x bərabərdir. Burada da -14 eləyir. Bir dənə də müsbət 3'dürsə, bu da eləyir -11. X də bərabərdir. -11'i bölməliyəm 44'ə. Mənfisi qalır qabaqda, ixtisar gedir, qalır 4'də 1. Dördüncüsünə baxaq. Dördüncüsündə yenə birincidə eyni ifadələrin fərqi və cəmi olduğuna görə kvadratlar fərqi düsturuna əsasən 49 y kvadratı çıxılsın 121 yazmaq olar. Sonra üstə gəl 4'ü yazıram. Bu mötərizənin için kvadrata yüksəldirəm. 12y kvadratı 144 y kvadratı. Üstə gəl 12'yi 5'e vuranda 60, 2'ye de vuranda 120 y. Üstə gəl 25. Çıxılsın 25'i yazıram. Sonra bu bir mötərizənin kvadrata yüksəldirəm. 5y kvadratı eləyir 25y kvadratı. Çıxılsın 2 hasilin 2 misli 10y. Üstə gəl 1 bərabərdir 27'ye. İndi burada 4'ü bu mötərizənin içine vurmalıyam. 25'i de bura. Qalanların yazırıq olduğu kimi. 49 y kvadratı çıxılsın 121 y. 4'ü vururam. 144'e 16 bir yadda, 17 bir yadda, 4 bir de yadda. 576 y kvadratı. Üstə gəl 480 y. 4'ü de 25'e vuranda üstə gəl 100. Sonra bunu vursam mənfi 25 25'e vuranda 625 y kvadratı müsbət 250 y mənfi 25 bərabərdir 27'ye. Deməli 49 ilə 576 bir dənə də burada mənfi 625 y kvadratlarıdır. Bu y kvadratları islah gedir. İslah gedəndən sonra qalır nə? Deməli bir tane de burada bakın. Burada y yoktu. 121 idi. 480 y yazıram. Sonra geldim. Buradan bir tane de var. Müsbət 250 y-imiz. Müsbət 250 y. Və salam. Başka y yoktu. İndi ədədlərə baxaq. Bu axırıncı 27'ni yazıram. 27. Mənfi 121 idi. Keçdi oldu. Müsbət 121. 100 idi. Çıxılsın 100 oldu. Sonra axırda mənfi 25 idi. Bu da oldu müsbət 25. 27 ilə 21 121'də bu. 27'ni yazaq. Bərabərdir 27. 121'dən 100 çıxanda qalsın müsbət 21. Üstə gəl 25. Bunlar da 27, 21, 25 hamısı bir yerdə eləyər 73. Buranı da hesablayaq. Bunlar da hesablayanda 730 y bərabərdir 73'e. Buradan da y bərabərdir 73 bölünsün 730. 73'e ixtisar getsə 1 bölünsün 10 qalar. Biri də 10'a böləndə 0,1 eləyər. Deməli bu da oldu dördüncünün həlli. İndi baxırıq tapşırıq 13'e. 13'te deyir ki vuruqlarını ayırın. Nömrə 13 bərabərdir. Birincidə baxan kimi görürük ki 5'i ortaq vuruq çıxartmaq olar. 5'i çıxardanda mötərizənin içində qalanı yazıram. Daha doğrusu 5'i çıxardanda qalır x üstü kub olduğuna görə yaza bilərəm ki x kvadratının kubu üstə gəl y-in kubu bərabərdir. 5'i qabaqda saxlayıram. Bu kubları kublar düsturu ilə açıram. Birinci mötərizədə olur bunların cəmi. İkinci mötərizədə olur ki fərqin natamam kvadratı. Yəni x kvadratı çıxılsın x kvadratı x üstü 4 daha doğrusu birincinin kvadratı. Burada bir-birinə vuranda x kvadratı y üstə gəl ikincinin kvadratı. Vəssalam. Bu da oldu bu tapşırığın vuruqlarına ayrılmış forması. İkincisində yenə mənfi 2'ni çıxardırım. Ortaq vuruq. Bu birinci idi. İndi ikinci də. Mənfi 2'ni çıxardanda mötərizənin içində qalır a üstü 9. A üstü 9'u da yaza bilərəm. A kubunun kubu kimi üstə gəl mənfini çıxartdığıma görə üstə gəl olur. B kubunun kubu.
bərabərdir. Mənfi 2 qalır. Mötərizədə olur bunların cəmi birinci. A kubu üstəgəl B kubu. İkinci mötərizədə bu ifadələrin fərqinin natamam kvadratı, yəni A üstü 6 çıxılsın A kubu B kubu üstəgəl B üstü 6 kimi. Sonra bir dənə də baxıram burada. Bunu belə saxlamaq da olar, davam elətdirmək də olar. Belə ki, bu A kubu üstəgəl B kubu, çünki vuruqlarını ayrındıysa, axıra qədər vuruqlarını ayırmalıyıq. Hara qədər ayrılırsa. 2-ni mənfi 2-ni yazıram. Mənfi 2. Bu A kubu B kubu A üstəgəl B. Bir dənə də A-nın kvadratı çıxılsın A B üstəgəl B-nin kvadratı kimi vuruqlarına ayrılır. Və axırda da A üstü 6 çıxılsın A-nın kubu B-nin kubu üstəgəl B üstü 6 kimi ifadəni tamamilə vuruqlarına ayırmış olduq. Ki burada saxlayanda yarımçıq sayılır. A kubu üstəgəl B kubunu da artıq vuruqlarına ayıra bildiyimizə görə ayırıb sonra yazırıq. Sonra üçüncüdə 3'ü çıxartsam qalır A üstü 15. A üstü 15'i A üstü 5'in kubu üstəgəl B üstü 5'in kubu kimi yazıram ki, bunu kublar düsturu ilə vuruqlarına ayırım. Olası 3. Birinci mötərizədə A üstü 5 üstəgəl B üstü 5. İkinci mötərizədə bunların natamam kvadratı fərqinin. A üstü 5'in kvadratı A üstü 10. Çıxılsın A üstü 5 B üstü 5. Üstəgəl B üstü 5'in də kvadratı B üstü 10 kimi olur. Dördüncü. 4'ü çıxardanda qalır A üstü 9. A üstü 9'u da yine A kubunun kubu kimi yazıramsa, B üstü 6'nı da B kvadratının kubu kimi yazıram. Onda olur 4. Birinci mötərizədə olur bunların cəmi, yəni A kubu ilə B kvadratı. İkinci mötərizədə də birincinin kvadratı, yəni A üstü 6. İkisinin hasili A kubu B kvadratı. İkincinin kvadratı B üstü 4. Əssalam. Bu da oldu çalışma 13'ün vuruqlarına ayrılmış forması. İndi 14'də deyir ki, hasilləri çox ədli şəklində yazın. Birinci baxırıq ki, burada əgər bu A, bu da B'dirsə, bax, burada 3A'nın kvadratı var, 9A kvadratı. İkisinin hasili 12AB, ikincinin kvadratı 16B kvadratıdırsa, deməli, bura biz birincinin kubu üstəgəl ikincinin kubu yaza bilərik. Bu 3A'nı kuba yüksəldəndə olur 27A'nın kubu. 4B'ni də kuba yüksəldəndə olur 64B'nin kubu. Vəssalam, bununla da tapşırıq yekunlaşır. İkincidə A'nı 5x kvadratı, B'ni 4y kubu götürsəm, bu birincinin kvadratı 25x üstü 4 eləyir. İkisini bir-birinə vuranda mənfi 20x kvadratı y kvadratı, axırıncının da kvadratı 16y üstü 6 elədiyinə görə bu ifadəyə mən A kubu B kubu kimi yaza bilərəm. Yəni 5x kvadratın kubu eləyir 125 x üstü 6. 4y'in kubu isə eləyir 64 y üstü 9. Sonra burada aydındır ki, bu kvadrat içərdə olmalıdır, sonra mötərizə olmalıdır. Yəni B kvadrat. Onda 2A'nın kubu eləyir 8A'nın kubu. Üstəgəl 5B kvadratının da kubu. 5'in kubu 125. B kvadratının kubu da B üstü 6 kimi yaza bilərik. Sonra 4x kubu eləyər 64 x üstü 9. Çıxılsın y'in kubu yazmaqla da bu ifadəni çox əddi şəklində yazmış sayılırıq. İndi baxırıq tapşırıq 15'ə. Tapşırıq 15'də hesaplayın deyir. Hesaplamaq üçün deməli kublar düsturu ilə birinci mötərizə, daha doğrusu surəti açıram. İkinciyə də sonra ortaq məxrəc gətirəcəm. Birincisində deməli kublar düsturu ilə açsam mötərizənin içində 83 üstəgəl 45 qalar. İkinci mötərizədə 83'ün kvadratı çıx 83 vurulsun 45 üstəgəl 45'in kvadratı qalar. Məxrəcdə də 128 var. Çıxılsın 83 vurulsun 45 ifadəsi də burada qaldı. İndi 83'ün üstünə 45 gələndə 128 eləyir. Bu 128 ilə bu 128 ixtisar gedir. İxtisar gedəndən sonra qalır bu birinci ifadənin surətdəki ikinci mötərizəsi. Yəni 83'ün kvadratı çıx
83 vur 45 üstə gəl 45'in kvadratı. Bir dənə də axırda 83 vurulsun 45'in özü bərabərdir. Bu ikinci ilə dördüncünün yerinə yaza bilərəm ki 83'ün kvadratı çıx 2 dənə. 83 vurulsun 45. Üstə gəl 45'in kvadratı yazsam buradan aydın görünür ki bu 83 çıxılsın 45'in mötərizə kvadratıdır. 83'dən 45 çıxanda qalır 28, 67, yox 38. 38'in kvadratını da hesaplayanda olur 1444. 1444. İkincisinde yine birinci mötərizənin daha doğrusu surəti kublar düsturu açsam 177'nin kubu 177 üstə gəl 147. İkinci mötərizədə 177'nin kvadratı çıxılsın 177 vurulsun 147 üstə gəl 147'nin kvadratı. Məxrəcdə də olasıdır 324. Axırda da çıxılsın 177 vurulsun 147 qaldı. Bərabərdir. Bu mötərizənin cavabı ilə 324 eynidir, ixtisar gedir. İxtisar gedəndən sonra qalır 177'nin kvadratı. Sonra bayaqki kimi yine burada mənfi 177 vur 147 var. Bir dənə də burada var. İkisinin yerinə 2 dənə 177 vurulsun 147 yazmaq olar. Üstə gəl 147'nin mötərizə kvadratı. Bu isə bizə verir 177 çıxılsın 147'nin mötərizə kvadratını. 177'dən 147 çıxanda qalır 30. 30'un kvadratı bərabərdir 900'ə. Salın. Bu da oldu. Hesaplanmış neçün cavab. İndi baxırıq 16'ya. Yine deyik vuruqlarını ayırın. 16'nın birincisinde 64 a üstü 6 4a'nın kvadratının 4a'nın kvadratının kubudur. 4'ün kubu 64 eləyir. A kvadratında kubu a üstü 6 deməli. Birincinin yerine bunu, ikincinin yerine de 5 b kubunun kubu yazmaq olar. Çünkü 5 b kubunu kuba yüksəldəndə 125 b üstü 9 eləyir. İndi kublar kimi yazdıksa da artıq bunu kublar fərqi düsturu ilə vuruqlarını ayırmaq olar. Birinci mötərizədə olası 4a kvadratı çıxılsın 5b'nin kubu. İkinci mötərizədə də bu ifadələrin, yəni 4a kvadratı ilə 5b kubunun cəminin natamam kvadratı. Natamam kvadratıdırsa, deməli 4a kvadratının kvadratı yüksəldəndə 16a üstü 4. İkisini bir-birinə vuranda eləyər 20a'nın kvadratı b'nin kubu. Üstə gəl ikincinin kvadratı da 25 b üstü 6 eləyər. İkincisi 343 7'nin kubudur. A üstü 12'de A üstü 4'ün kubu olduğuna göre deməli 7 A üstü 4'ün kubu yazırıq buna. Çıxılsın 5B'nin kubunun kubu da ikinci ifadə ilə yaza bilərəm. Onda birinci mötərizədə bunların fərqi. İkinci mötərizədə cəminin natamam kvadratı 7A kvadrat 7A üstü 4'ün kvadratı eləyər 49 A üstü 8. Bir-birinə vuranda 7 dəfə 5'in 35 A üstü 4 B'nin kubu. İkincinin kvadratı da eləyər 25 B üstü 6 kimi. Deməli vuruqlarına ayrılmış oldu. Üçüncü 8 2'nin kubudur. A x üstü 9 ise x kubunun kubudursa deməli bunun yerinə 2x kubunun kubu yazmaq olar. 27 3'ün kubudur. Y üstü 9 da y kubunun kubudur. Bu da bunun kubu oldu. Bərabərdir. Birinci mötərizə yenə bunların fərqi. İkinci mötərizədə isə cəminin natamam kvadratı, yəni 4x üstü 6 bir-birinə vuranda 6x'in kubu, y'in kubu, ikincinin kvadratı da 9y üstü 6 kimi yazmaqla tamam vuruqlarını ayırmış olur. 512 8'in kubudur. X üstü 15 ise x üstü 5'in. Deməli 8x üstü 5'in kubu bizə verir 512 x üstü 15. Çıxılsın y üstü 5'in kubu da ikinci ifadədir. Birinci ifadədə 8x üstü 5 çıxılsın y üstü 5 olur. İkincidə birincinin kvadratı 64 x üstü 10. Üstə gəl 10.
X'in hasili 8 x üstü 5 y üstü 5 üstecel ikincinin kvadratı da y üstü 10 olarak çalışma 16'nı da burada eşunlaştıra bilərik. İndi baxaq tapşırıq 17'ye. Deyir ki, bu ifadə olduqda A çoxədlisini tapın ki, görək deyir A neçədir. Deməli, burada biz A-nı tapmaqdan ötürü əvvəlcə sol tərəfi yazıb, qruplarına ayırıb, baxaq görək, burada həqiqətən də bizim gözümüzə görməsi nəsə var, yox, belə deyil. 64, yazaq burada 17, 4'ün kubudur. A üstü 6'da A kvadratının kubudursa, deməli, mən buraya yaza bilərəm 4 A kvadratının kubu çıxılsın. 125 5'in kubudur. B üstü 6'da B kvadratının kubudursa, 5B kvadratının kubu yazıram. Bərabərdir. Birinci mötərizə dolaşdı. Bunların yenə fərqi. 4A kvadratı çıxılsın 5B'nin kvadratı. İkinci mötərizədə bu ifadələrin cəminin natamam kvadratı. Yəni 16 A'nın üstünə 4. Üstəcəl ikisini bir-birinə vuranda 20 A üstü 2 B üstü 2. Üstəcəl ikincinin kvadratı da 25 B üstü 4 eləyir. Deməli A çoxədlisi elə buna bərabərdir. A çoxədlisi deməli bu ikinci mötərizə tamamilə A çoxədlisinə bərabər olur. İndi baxaq. Bir dənə burada baxın işarəyə elə bil ki, nəysə səhv yazdım. Y üstü 6'dır da bu 125 y üstü 6'dırsa B'nin kvadratı olmalıdır burada. 9 olsa ama 9 oxşamış. 6'da. 18'e baxaq. Burada biraz tam aydın düşməyib. Deməli bizə verir y kubu, A kubu çıxılsın B kubu ifadəsinin qiymətini tapın. Deməli birinci A kubu çıxılsın B kubuna baxıram ki, bizə lazımdır bunların fərqi. Bir də cəminin natamam kvadratı A kvadratı çıxılsın. Daha doğrusu üstəcəl AB üstəcəl B kvadrat. İndi baxıram ki, A çıx B'nin qiymətini verib bizə, A vur B'ni də verib. Bizə lazımdır A kvadratı çıx B kvadrat. Bunu tapmaqdan ötürü A çıxılsın B'ni və mənfi 5'i. Yəni sağını da solunu da kvadrata yüksəltmək lazımdır. Bunu kvadrata yüksəldən də olur. A kvadratı çıxılsın 2AB üstəcəl B kvadratı bərabərdir 25'dirsə, deməli buradan A kvadrat üstəcəl B kvadratı bərabərdir 25 üstəcəl 2AB. O da bərabərdir 25'in üstünə 2 vurulsun. AB'nin də qiymətini 6 verir. 25 ilə 12'ni toplayanda eləyər 37. Deməli A kvadrat üstəcəl B kvadratı bərabərdir 37'ye. İndi aldığım ifadəni gətirib burada yerinə yazmalıyam. 25 ilə 12'ni topladım. 37 elədi. İndi bu ifadə özü bərabərdir. A çıx B'nin yerinə yazıram. Mənfi 5 vurulsun H mötərizə. A kvadrat üstəcə B kvadratının yerinə yazıram 37. AB'ni də qiymətini verdi bizə 6. A 37 üstəcəl 6 bərabərdir. Mənfi 5 vurulsun 43. O da eləyir mənfi 15 bir yadda 20 bir də yadda 21. Mənfi 215 eləyir tapşırığın yekun cavabı. 18 idi bu. İndi baxaq 19'a. 19 nömrəli tapşırıqda birinci baxıram, bax bura. Bura əsasən yazaram ki 125 x'in kubu bərabərdir 12'ye. Deməli bu əlimizin altında varsa indi A'nı B'ye vurmalıyam. A'nı B'ye vurmaq üçün 1 çıxılsın 5x ifadəsini 1 üstəcəl 5x üstəcəl 25 x kvadratına vurmalıyam. Vuranda görürəm ki, bu A çıx B'dir. Bu da A çıx B'nin deməli cəmim natamam kvadratıdır. Ona görə də bu ifadənin yerinə 1'in kubu çıxılsın 5x'in kubunu rahatlıqla yaza bilərəm. O da bərabərdir 1 çıx 125 x'in kubu. 125 x kubunda 12 verdi. Burada özü verdi. 1 çıxılsın 12 bərabərdir mənfi 11'e. Bu da oldu belə. 19 nömrəli tapşırığın həlli.
Nömrə 21-sində. Deməli, burada A vermişdi. Bunu mən x elədim. X üstü 9. Çünki burada 25x kvadratı varsa bu x olmalıdır. İndi yazaq belə. Birinci mötərizədə burada 125x üstü 9'dursa, deməli bunu biz 5x üstü 3'ün kubu kimi yaza bilərik. Çıxılsın A var. Bərabərdir B çıxılsın 3A. İkinci mötərizədə də 25x'in üstündə 6 üstəgəl C üstəgəl 9A'nın kvadratı. İndi bu birinci mötərizədə bilirik ki, bunların fərqi olar. İfadələrin özlərinin fərqi. Ona görə də bu A'nın yerində 3A'nın kubu durmalıdır. 3A'nın kubu durarsa, onda 5x kubunun kubu çıxılsın 3A'nın kubu ifadəsini vuruqlarına ayıraq. Ayıranda olası birinci mötərizədə 5x kubu çıxılsın 3A 5x kubu. Bəli. İkinci mötərizə birincinin kvadratı 25x üstü 6 üstəgəl ikisinin hasili 15x'in kubu A üstəgəl ikincinin kvadratı 9A'nın kvadratı. İndi baxaq burada. Bax. A'nın yerində bu durur. Bunu tapdım ki 3'ün kubu eləyər 27 A'nın kubu. Bu B'nin yerində durandı. Bu da C'nin yerində durandı. Deməli, həm A'nı, həm B'ni, həm də C'ni tapmış oldum. Bu birincisi idi. 20'nin. İndi baxaq ikincisinə. İkincisində deməli A ifadəsini verirdi. 512 8 B'nin kvadratının kubu deməkdir bu da. 8 B kvadratının kubu. Bərabərdir. Birinci mötərizədə 7A'nın kvadratı çıxılsın B. İkinci mötərizədə 49A üstü 4 üstəgəl C üstəgəl 64 B üstü 4. İndi baxıram ki, burada birinci ifadədə bu 7A kvadratının kubu olmalıdır. Deməli, A bərabərdir 7A'nın kvadratının kubu. Bərabərdir. 7'dən 7'yə vuranda 49. 49'u da 7'yə vuranda 243. A üstü 6. Deməli, A'nın qiymətini tapdım. İndi yerinə yazıram. 7A kvadratının kubu çıxılsın 8B kvadratının kubu. Bərabərdir. Birinci mötərizədə bunların fərqi, yəni 7A kvadratı çıxılsın 8B'nin kvadratı. İkinci mötərizədə birincinin kvadratı 49A üstü 4. İkisinin hasili 56A'nın kvadratı B'nin kvadratı və ikincinin kvadratı 64 B üstü 4 yazaraq görürəm ki, burada B bu 8B kvadratıdır. C isə 56A kvadratı B kvadratı yazmaqla deməli doğru bərabərliyi almış olarıq. 20 idi bu. İndi baxırıq 21'ə. Yenə deyək, vuruqlarını ayırın. Vuruqlarını ayırmaq üçün içindən də 4'ü çıxarda bilərəm hələ ki. Nömrə 21'də. 4'ü mötərizə xaricinə çıxardığında qalır mötərizə A kvadratı çıx. Buradan da 4'ü çıxardığında 16 B'nin kvadratı qalır. Deməli 4'ü yazıram. Bunu da A kvadrat çıx 4B'nin kvadratıdır. Ona görə A çıxılsın 4B, A üstəgəl 4B kimi kvadratlar fərqi düsturuna əsasən vuruqlarını ayıra bilirəm. Birincisi. İndi baxırıq ikinciyə. İkincidə 4'ü çıxarsam mötərizə xaricinə, yenə mötərizənin içində 4x'i çıxardaram daha doğrusu. Mötərizənin içində x kvadratı çıxılsın 25 qalar. Burada yenə 4x'i yazıram 25, 5'in kvadratı olduğuna görə. Bunu da vuruqlarını ayıranda x çıx 5, x üstəgəl 5 kimi rahatlıqla vuruqlarını ayırmaq olar. Üçüncüdə yenə 5'i çıxardıram. 5'i çıxardanda qalır B'nin kvadratı çıx 4C kvadrat. Yenə 5'i yazsam bu 4C kvadrat 2C'nin mötərizə kvadratıdır. Ona görə B çıxılsın 2C və B üstəgəl 2C kimi vuruqlar alınır.
Dördüncü. 2'ni çıxardıram, bir də y-i çıxardıram. 2y çıxardanda qalır burada 64 çıxılsın y-in kvadratı. Və salam 2y yazıram. 64 8'in kvadratıdır. Ona görə də 8 çıxılsın y, 8 üstəgəl y kimi vuruqlarına ayırmış oluruq. 5-ci. A üstü 4 81. Deməli yazıram belə. A üstü 4 çıx 81'də 3 üstü 4'tür. Ona görə bunu biz A'nın kvadratı çıx 3'ün kvadratı və A'nın kvadratı üstəgəl 3'ün kvadratı kimi vuruqlarını ayırıram. A kvadrat çıxılsın 3'ün kvadratını bir də vuruqlarını ayıranda A çıx 3 A üstəgəl 3 olur. Bu kvadratlar cəmi isə düstur olmadığına görə A kvadratı üstəgəl 9 kimi vuruqlarına ayrılmış oldu. 6-cı 16 deməli 4'ün kvadratıdır. 625'də 25'in x üstü 4'də x kvadratı. X kvadratı belə. 25 x kvadratının kvadratı 625 x üstü 4 eləyir. Ona görə də mötərizə dolası 4 çıxılsın 25 x kvadratı və 4 üstəgəl 25 x kvadratı. Bu birinci mötərizə yenə 4'ü 2'nin kvadratı da bunu da 5x'in kvadratı kimi yazmaq olduğuna görə deməli 2 çıxılsın 5x 2 üstəgəl 5x kimi vuruqlarını ayırıb axırıncı mötərizədə 4 üstəgəl 25 x kvadratı olduğu kimi qalır. Bu oldu 6-cısı. Keçək 7'yə. 2 dənə qaldı. 7 8. 7'də x üstü 14'dürsə, deməli bunu biz x üstü 7'nin kvadratı kimi yazarıq. 16'da 4 y-in üstündəki deməli bu 7-ci deyib 4-cü yazmış. 7-ci də 4'dür. Y üstü 4'dürsə 4 y-in kvadratının kvadratı yaza bilərəm. Deməli onda burada x üstü 7 4 y-in kvadratı ilə fərq. Bir dəfə də eyni ifadələrin cəmi x üstü 7 üstəgəl 4 y-in kvadratı. 8-ci a üstü 4 a üstü 4 a'nın kvadratının kvadratıdır. 256'da 16 b'nin kvadratının kvadratıdır. Bərabərdir. Deməli bu olur. A'nın kvadratı çıxılsın 16b kvadratı. Bir dəfə də cəmi. A'nın kvadratı üstəgəl 16b kvadrat. Burada yenə də birinci mötərizəni A kvadratı çıx 4b'nin mötərizə kvadratı kimi yazsaq, A çıxılsın 4b və A üstəgəl 4b kimi vuruqlarını ayırmaq olur. Axırıncı mötərizə isə qalır.